Və iyi ki, buradan yaxşı düş. Aç dirseğini, buranı aç. Dönüş 1, 2, sola. 1, 2, 3, 4, 1, 2, yumuşaq. 3, 4. Burada səni heç öz tərəfini gedir. Öz tərəfini. Cəmilə xanım, bu sənəti seçməyinizə nə ilham verdi? Rəqsə başlamamışda mən əvvəl evdə oynayırdım. Həmişə anam deyərdi ki, ayağıma dolaşırsan, nə evi süpürər, bilmirəm, nə evi yıxsa, ora qaçırsan oynayırsan, bura qaçırsan oynayırsan. Axırda atama dedik, apar bunu bir mədəniyyət evi var. Biz də Biləcəri qəsəbəsində yaşayırdıq. Apar onu mədəniyyət evinə, ver qoy oynasın orada, peşəkar kimi oynasın, burada ayağa dolaşmasın. Atam da bir gün məni götürüb apardı o mədəniyyət evinə. Hər dəfə atam gələndə mənim müəllimə deyirdi ki, bu qızı aparın, verin xoreografiya məktəbinə. Çox istedadlı qızdır. Nəsə atam gəldi evdə dedi, mamam fikir vermədi. Amma mamanın doğma bacısı o məni çox həmişə sevirdi. Deyirdi ki, bir şey fikirləşərim. Bir gün elan tapıb qəzetdə ki, Bakı Xoreografiya Məktəbi elan verib ki, qabula. Gətirdi o qəzeti, papa da oxudu. Mamaya dedi ki, mama yenə də fikir vermədi. Atam götürdü məni bir gün əldən, apardıq. O günlər yazılmışdı orada hava, qabul günləri gətirdi. Ailənizdə ümumiyyətlə sizin sənətinizi davam elətdirən kimsə varmı? Atam peşəkar professional rəqqas olub, amma özü üçün oynayıb. Mənim qızım, bir dənə qızım var. Mənim yoldaşım rəhmətdən gedənsə bir dənə qızım var. Onu burada da oxutdurdum, xoreografiya məktəbində oxutdurdum, o qutarıb. Sonra onu verdim Xəzər Universitetində, orada oxudu, ingilis dilində, jurnalistdir. Amma getmədi, o yolu seçmədi. Dedi ki, sən məni indiyənəcə mənə deyir ki, sən niyə məni vermədi incə sənətə? 2 dənə nəvəm var, ikisi də oynayırlar. Amma biri oldu aktrisa, böyük nəvəm oldu aktrisa, incə sənəti qutarıb, İncəsənət Universiteti qutarıb. İndi hal-hazırda Akademik Musiqi Komediyasında işləyir, aktrisa kimi. İsmailzadə Nəzrindir. Əminə Dilbazidən sonra Turacını oynayan ilk qadınsınız. Necə oldu ki, yəni siz ilk dəfə Turacını oynadınız? Ansambldə Sevinç Nəsirova oynayırdı onu. Əminə xanım onu öyrətmişdi. Sevinç cəngi ansambldə işləyəndə, Sevinç onu məşqdə oynayanda mən çox vuruldum o rəqsə. Sevinç də mənə göstərmişdi, açıq. Sonra belə alındı ki, biz səfərə Türkiyə getməliydik, Sevinç oynamalıdır, o gedə bilmədi. Biz kostyum tikdik, o kostyumu mənim üstümə tikdilər. Mən getdim Türkiyədə, birinci dəfə orada oynadım. Amma qayıdandan sonra bizdə oldu jubiley, Əli Baba müəllimlə jubiley olanda, mən ilk dəfə filharmoniyada peşəkar professional səhnədə mən oynadım. Biz məşq elirdik cəngi ansambldə. Gördüm ki, qapını açdı, Əminə xanım Dilbazi girdi. Astavaya çağırmış, məni çəkmişdi Turacı rəqsini. Dedi ki, o qız kim idi ki, deyir, dünən Turacını oynadı. Çox pis oynadı. Mən də deyim, belə baxdım, dedim ki, Əminə xanım, bilirəm mən kimi. Dedim ki, Əminə xanım, mən oynamışdım bu rəqsi. Hə? Bəs niyə sən gəlib yanıma demədin ki, mən sənə görsədim, burada ancaq fıranırdın. Dedim ki, necə rəqs qurulub, Əminə xanım, eyni mən oynamışdım. Səhərdən izləyirəm, həm çox enerjilisiz, həm çox gözəlsiniz. Belə gənc qalmağınızın sirri nədir? Bilmirəm sir neydədir, amma doğrudan da energiya məndə, bəlkə deyirəm, bu Allah məni saxlayır, qoruyur belə. Çünki oturmuram, həmişə rəqsdəyəm, həmişə özüm də qızlar oynayanda, mən də onlarla oynayıram. Mən dərs verəndə, mən inanırsınız, hərdən baxıram, istəmirəm deyəyim, amma müəllimlər çox görürüm, hərdən otururlar. Mən orta dərs vermirəm. 6 saat, 5 saat, 4 saat ayaq üstə duracağım və göstərəcəyim hərəkətləri. Bəlkə o məni saxlayır, bəlkə məni o qədər mən rəqsi sevirəm ki, mən deyirəm, həmişə rəqs mənim üçün həyatdır. Azyaşlı qızların sosial şəbəkələrdə oğlan kimi rəqslərini görürük ki, müəllimlər onları
oğlan kimi rəqs öyrədir falan. Siz nə düşünürsünüz bu barədə? Çoxsu baxırlar, deyirlər ki, orada nə ağız belə Lori dilindəki ağzına gələndə hərəkətlər göstərir, peşəkar hərəkətlər deyil. Amma mən sizə açıq deyim, nə öyrənsə hər insan özü üçün öyrənəcək. O hərəkəti öyrənsə, toyda oynasın, nə bilim, şənlikdə oynasın, doğum gündə oynasın. İndi o səhnəyə çıxmayacaq ki. İndi səhnəyə çıxan insan onsuz da belə çıxa bilməz. O gəlib məktəbi qurtarmalıdır ki, peşəkar hərəkətlər öyrənməlidir, professional hərəkətləri öyrənməlidir. İndi onlar kimsə müəllim götürüb balaca qızlara oğlan kimi öyrətsin, ayaqlar işləsin də. Mən də pis baxmıram buna. Çoxsuz ki, qız oğlan kimi oynasın. Oynasın, harda oynayacaq? Öz evində, öz şənliyində. Amma ayaqları bərk olacaq, oynasın. Rəqqasələrin çoxu məclisə aş gətirməklə pul qazanırlar. Onları da qınamaq olmur. Məsələn, onların yaxşı pul qazanması üçün hansı təşəbbüslər olmalıdır ki, onlar yaxşı pul qazansınlar? Qabaqları çox bu söhbətlər çox idi ki, restoranda hamı oynayır, pul qazanır, qızlarımız aş verir. İndi baxırsa aş da yox, bütün kollektivlər yaradıblar. Məcbur, çünki maaşlarımız belə də yüksək deyil açıq. Heç kimi də qınamaq olmaz. Uşaqlar məcbur gedir. Biz ancaq pula görə də yox. Mən fikirləşirim, onlar istəyirlər səhnələrə çıxsın. Harasa özlərini göstərsinlər, ona görə də çoxsu gedir. Kimsə pula gedir, kimsə gedir ki, kostyum geyinsin, üstünə geçsin səhnədə. Səhnə çıxa bilmir, heç olmasa restoranda oynayım. Özüm heç vaxt bir gün oynamamışam restoranda, heç vaxt. Özümə sığmamışam ki, mən gedim restoranda oynayım. Çünki o zamanları çox pis baxırdılar. Belə böyük ansambllər də yox idi restoranda, tək-tək oynayırdılar. Mən həmişə ancaq, bilirsiniz, mənim üçün çox pis. Adam araq içəndə, kimsə yemək yeyəndə baxır, danışır, mənə baxmır. Axı mən tər tökürəm, can qoyuram bu rəqsə. Kimsə danışa otursun, mənə baxsın, baxır, baxmır. Mən kimi üçün oynarım? Mən bir gün də oynamamışam açıq. Mən sevmirəm açıq restoranda oynayasınlar kimsə. Amma heç kimi də qınamaq da ola bilməz. Çünki hər kəs öz yolunu tapıb bu dünyada. Bəs nazirlikdən aranız necədir? Onları yaxşı belə tanımıram. Bəlkə də onlar heç məni tanımırlar. Çünki doğrudan da dəyişdiyin Əbülfəz Qarayev həmişə əlimdən tuturdu, danışırdıq, Polad müəllim də. Amma bu təzələrlə mən tanış olmamışam, ələm açıq. Bu yaxınlarda ümumiyyətlə nazirliklə mədəniyyət işçiləri arasında problemlər yarandı. Mədəniyyət işçiləri hətta deyirdilər ki, nazirlik qastrol səfərlərinə öz istədikləri adamları aparır. Sizə münasibət necədir bəs? Bilmirəm, mən belə suallara qarışmıram və kim kimi aparır, kim neyir. Mən sizə deyim, mən çox sakit xanımam. Mənə heç maraqlandırmır və təsir də eləmir mənə. Kim necə eləyir, kim necə bilir eləsin. Bir çox mədəniyyət nazirini görmüşsünüz. Hansı nazir daha çox mədəniyyət işçilərinə qayğı göstərib? Siz bilirsiniz, mən iki ministrlə işləmişəm, nazirlə. Polad Bülbüloğlu da həmişə qayğı göstərdi. Əbülfəz Qarayev də. Mən demərəm ki, bu yaxşıdır, bu pisdir. Mən Tacikistana getdim. Siz kəsərsiniz, kəsməz. Tacikistana getdim. Orada solo oynamışdım Koroğlu rəqsində. Üzeyir Hacıbəyevin Koroğlu operasında qızların rəqsi var. Siz inanırsınız, mən çıxdım səhnəyə. Dönmələrdə yıxıldım, əlim qırıldı. Əbülfəz Qarayev də getmişdi ora. Açıq belə alındı ki, gips elədilər. Amma dedilər ki, Əbülfəz Qarayev ona Tacikistanlı da naziri olacaq. Mən söktürdüm. Konsertə yaxın getdim, gipsiz çıxartdım, söktülər. Blokad elədilər, iğnələrindən vurdular. Mən oynadım. Amma mən necə oynadım, gülə-gülə ağlayırdım. Mən çox vəziyyətdən çıxdım, amma heç kim bilmədi. Samolyotda biz oturanda uçağa, Əbülfəz Qarayev birinci şeydə oturmuş salonda, biz ikinci, bütün ansambl ikinci salonda. O durdu, gəldi, əlimdən götürdü, dedi ki, çox sağ olun Cəmilə xanım ki, mən bildim, sizin əliniz sınmışdı, siz söktürdünüz və oynadınız. Biz o çox xoşhalı deməlim, çünki nazir dur, oradan gəl, əlimi tutdu ki, çox sağ ol. Yaşınızın sənətinizə təsiri barədə nə düşünürsünüz? Nə düşünə bilərəm ki, siz açıq desəm, mən demərəm ki, mən indi oynayıram elə necə 20, 25, 30 yaşında oynamışdım.
Amma mən demərdim ki, mən bütün rəqsdə belə bilirsiniz, hərəkət eləyə bilmirəm. Eyni hərəkətləri indiyə də göstərə bilərəm, eyni oynaya da bilərəm. Hələ fikirləşirəm 70 ilimdə yubileyində istəyirəm oynayım özü 1-2-3 dənə rəqs. Ona görə bu rəqs məni saxlayır, mənə əziyyət vermir. Əziyyət vermən orada bizdə var hoppanmalar, onları da eləyirəm, hər şey göstərirəm. Çünki yarım ayaq göstərsəm uşaqlar başa düşməz. Mən məcbur lazım olanda hoppanmağa hoppanıram, lazım olanda dönəndə dönənirəm. Sosial şəbəkələrdə belə bir trend yaranıb ki, qadınlar öz pullarından, aldıqları maaşdan hər ay özlərinə öz sevdikləri və yaxud da bahalı bir şey alıb özlərini xoşbəxt eləsinlər. Ümumiyyətlə siz pulunuzu hara xərcləyirsiniz? Oy, mənim pullarım hara istəyirsiniz xərcləyirəm. Nəvələrimə, indi mənim nəticəm var. Mənim böyük nəvəmin qızı olub 1 yaş 4 aydır nəticəm. İndi ancaq o mənim içindir. Mən inanırsınız imkan tapırım onun yanına qaçım, hər dəfə də nəsə alım. Nəvələrimə kömək eləyirəm, qızıma. Uşaqlarımızın uşaq yaşından rəqsə marağını necə müəyyən eləmək olar ki, məsələn, bu uşaqda istedad var və bu uşaq böyüyəndə rəqqasə ola bilər? Bilirsiniz, o ailədən çox asılıdır. Valideynlər istəsələr ki, uşaq nəsə açılsın, bədən, quruluş, həmsi gətirirlər. Orada da müəllim götürür, baxır, seçir. Bu uşaqda nəsə alınır, uşaq gedir qaba. Alınmasa uşaq özü orada, burada bir ay, 2 ay sonra çıxıb qaçacaq. Amma qızlarımız daha niyə çox? Çünki qızlar incədirlər, səhnədə gözəl görsənirlər. Oğlanlar, bilirsiniz, belə niyə azdır? Biraz oğlanlar azdır qızlardan çox. Çünki o kişidir, o işləməlidir, ailə saxlamalıdır. Nə bilim, bəlkə baxır ki, burada pul az olacaq, başqa yerdə daha çox, ofislərdə işləsə, turizmdə işləsə daha çox olacaq. O fikri ilə bəlkə kimsə az gəlir. Gəncləri qınayırlar, deyirlər ki, onların bu formada olmasına səbəb telefondur, sosial şəbəkələrdir. Ümumiyyətlə, onların dəyişməsi telefonla bağlıdırmı, yoxsa yox? Ümumiyyətlə, gənclərdə nə dəyişib? Nə düşünürsünüz indiki gənclərimiz haqqında? Bizim gənclər doğrudandır. İnanırsınız, o balaca nəticə 1 yaşı var. O yemək yemir, onu multik qoymasan, baxır, ancaq gedir, özü oradadır, ondan sonra yemək yer. Cavanlar, hamısı, kimə baxırsa, hələ mənim 2 nəvəm, telefon əldən düşmür. Mən telefon ancaq deyirəm, bəli və yox. Kiməsə cavab verin. Mən də telefon heç bilmirəm, hardan itirirəm onu, hardan axtarım. Amma bu, bilirsiniz, bir tərəfdən yaxşıdır. Doğrudan ki, şəbəkələrdən baxırlar, çox şey öyrənilir, çox şey. İndi nə istəyirsiniz var. Hansı rəqsə, bütün dünyanın rəqslərini aç, bax, çıxacaq rəqs. Öyrənirlər. Bir tərəfdən yaxşıdır, amma bir tərəfdən doğrudan onlar bütün, bax, məşqdə də. Buradan deyirsə ki, telefonumu yığışdır qızım, yığışdır, dərs gedir. Mən dönən, hərəkətə baxırım, yenə də telefon gizlin-gizlin baxır. O xəstəlikdir. Göz önündə tanınan simalar var, hansı ki biz onlar haqqında məlumat bilirik. Məsələn, vaxtı ilə Roza Cəlilova, indi məsələn, Təranə Muradova. Amma sizin haqqınızda araşdıranda demək olar ki, heç nə tapmadıq. Sadəcə 1-2 süjet var idi. Siz özünüz mü TV-lərə çıxmırsınız? Qabaqlar çəkilişə çox gedirdim, çəkirdilər hansı ansamblda işləyəndə. Amma vaxt gedir, bir dəfə çıxmadı, 2 dəfə çıxıb səni unudurlar açıq. Bizdə Azərbaycanda belədir. Sən həmişə olmalısın efirdə, kanallarda ki, səni unutmasınlar. Mən axırıncı son zamanlarda çıxmırdım. Belə alındı ki, deyəsə məni hamısı unudublar. Mən özüm də çox sevmirdim. Mən açıq dedim ki, o dilimə görə biraz çətinlik çəkirəm danışmağa. Rus məktəbini bitirmişəm. Ona görə özüm də qaçıram açıq. Sevmirəm ki. Çünki görürüm hərdən kanalda, mən öncədən baxırdım, kimsə kiminlə sporlaşırdı, kimsə nəsə üzünə deyə bilirdi. O verilişlərə baxanda çox əsəbləşirdim. Məşhur simalarla aranız necədir? Mən o zamanlarda bilirsiniz, Heydər Əliyev vaxtında biz bütün tədbirlərə çıxanda bütün Aygün Xaykəzimova tutmuş, Faiq Ağayev keçən dəfə Yeyda bulvarda tədbir olmuşdu. O ilk kişidir ki, həmişə əldən öpür. Çox bir aristokrat. Mən o qədər sevirəm Faiq Ağayev. Həmişə mənə görəndə əlimdən öpür. Azər Zeynalovla
Anar Şuşalı idi. Mən kimin Brilliant Dadaşovna Vengrid. Mən bütün bizim ulduzlarımızdan həmişə olmuş Səkinə İsmayılovadır, bilin Gülüstan xanım. Hamına mən səfərlərə, tədbirlərə, konsertdə olmuşam. Amma bilirsiniz, mənim bir xasiyyətim var. Telefon da götürmüşəm. Bir-iki dəfə zəng eləyib danışmışıq. Sonra məndə yoxdur ki, hər gün zəng eləyim, nəsə deyim, görüşək. Məndə yoxdur. Mən qaçıram belə şeylərdən. Belə çox olub bizdə. Fransada bir dənə də yubkam düşmüşdü, yaxşı qəşəng finkam altında vardı. Sazımla oynarım. Bir dənə dönmə elədim, çıxdım, yubka orada qaldı. Mən də durmuşum. Tamaşaçı görür, mən də baxıram. Bu nədir belə? Mən də belə durdum, yubkanı götürdüm, qoydum, sazla da qaçdım. İnanırsınız? Belə o mən deyə bilmərəm ki, hansı dünyada, amma hər dünyada nəsə maraqlı bir şey olub. Amma mən çox şanslı insanım. Bütün dünyanı gezmişəm və nəyi görmüşəm, hamısı burada beynimdə və ürəyimdədir. Ona görə mən istəyərdim ki, bizim gənclər getsinlər, bütün dünyanı görsünlər, təmsil eləsinlər bizim rəqslərimizi, bizim incəsənətimizi. Çünki bizim rəqsimiz çox gözəldir.